Xoş gördük əziz dinləyicilər. Bilirsiniz bizim Qafqaza regiona Amerikanın ən ali nümayəndəsi gəlmişdi, yəni vitse-prezident gəlmişdi. Əlbəttə Qafqaza onun gəlişi bütün dünya tərəfindən izlənilirdi. Bütün dünya ilə bərabər əlbəttə ki, Qafqazda 200 illik təsir dairəsi olan Rusiya da bunu ciddi izləyirdi, İran da bunu ciddi izləyirdi. Hər halda bu bizim üçün hər bir məsələni qoysaq kənara, istənilən bağlanmış müqavilələri kənara qoysaq, sadə bir məsələyə yanaşsaq ki, yəni Amerika vitse-prezidentinin məhz Qafqaza gəlməsi bu özü özlüyündə böyük bir hadisədir. Bunu özü-özlüyündə böyük bir hadisə kimi qiymətləndirmək lazımdır. Amma yəqin ki, bundan sonra da siyasi şərhçilər kifayət qədər bu barədə danışacaqlar, strategilər kifayət qədər bunun barədə danışacaqlar. Amma mən də öz asan dilimlə çalışmaq istəyirəm ki, bildirəm ki, nə baş verdi, Ermənistanda nə bağlandı, Azərbaycanda nə bağlandı, bunların əhəmiyyətləri nə qədərdir. Mən sadəcə olaraq fikri bir şeyə çəkmək istəyirəm ki, bugün Ermənistanla bağlanmış bir paket əlbəttə ki, daha yüksək paketdir. Dronların verilməsi, atom enerjisini, istər data mərkəzlərinin yaradılması əlbəttə ki, və Nvidia şirkətinin 4 trilyon dollarlıq bir şirkətin Ermənistana gəlməsi əlbəttə ki, Ermənistan üçün çox böyük bir addımdır və Paşinyanın bilirsiniz iyun ayında keçiriləcək Paşinyan seçkiləri üçün də çox böyük bir dəstəkdir. Yəni Paşinyanın canını hər bir mənada xilas edir və nəzərə almaq lazımdır ki, əlbəttə ki, Azərbaycanla Ermənistan arasında müəyyən fərq olmalıdır. O mənada fərq olmalıdır ki, bu günləri Ermənistan öz ərazisini məhz TRIP layihəsi olaraq Amerikaya konsorsium kimi verib. Bu mənada əlbəttə ki, Amerikanın Azərbaycanla Ermənistan arasındakı bağlanan müqavilələrdə fərq olmalıdır. İkinci bir məsələ isə Ermənistanın ciddi şəkildə Avropaya, ciddi şəkildə Amerikaya can atması əlbəttə ki, onu gələcəkdə kifayət qədər güclü bir dövlətə çevirə bilər ki, bugün o da hərbi baxımdan özünü təkmilləşdirməyə çalışır. Bu bizim üçün təhlükə ola bilərmi? Əlbəttə, biz bu günləri onu nəzərə almalıyıq ki, artıq müharibə dövrü bitib. Bunu Azərbaycan hökuməti də bilir. Artıq kifayət qədər Rusiyanın təhdidləri keçmir və Ermənistanın Paşinyanın apardığı çox ciddi bir addım, çox ciddi bir siyasət nəticəsində Ermənistan Amerikanı əslində qalsa bölgəyə gətirdikdə Ermənistana gətirdi. Ermənistanın bu mənada canını xilas elədi. Ona görə bu günləri artıq daha Ermənistana kimsə təhdid eləyən deyil. Bu təhdid dövrü keçdi. Bunu da şükürlər olsun Azərbaycan hökuməti də yaxşı bilir. Ona görə bu gün daha əməkdaşlıq dövrüdür. Amma əməkdaşlıq dövründə, sülh dövründə belə, bəs yaranan təhlükə nədir? Bax, o təhlükədən danışmaq istəyirəm. Bütün Ermənistanla bağlanan bu müqavilələri dediyim üstündən keçdi və gəlir Azərbaycana. Azərbaycanla da əlbəttə ki, Amerikanın bağladığı strateji bir xartiya. Strateji xartiyanın bağlanması da əlbəttə öz-özlüyündə böyük bir hadisədir. Ermənistanda müəyyən mənada ticarət üzərindən, müəyyən mənada səhm qoymaq üzərindən məsələ getdi. Amma bizim üzərimizdən əlbəttə satışdır, amma data xidmətləri və gələcəkdə tranzit, Xəzər tranzitindən istifadə etmək. Əlbəttə, Azərbaycan istəyərsə çox ciddi bundan istifadə edə bilər. Əlbəttə, bu qalıb artıq Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin gələcək addımlarına baxır ki, biz necə inkişaf edəcək. Burada təhlükə nədir? Baxın, bu təhlükəni mən sizə çatdırmaq istəyirəm. Təhlükə ondan ibarətdir ki, biz 44 gün ərzində qalib bir dövlətə çevrilmişik. Kifayət qədər qalib dövlətə çevrilmişik. Regionda həqiqətən də güclü bir dövləti. Bugün Rusiya və İranın da çökməsi sayəsində əlbəttə ki, bizim gücümüz biraz da artır. Amma nəzərə almaq lazımdır ki, bu günləri bizim aparacağımız siyasətlə Ermənistanın aparacağı siyasət gələcəkdə qalib ölkədən məğlub ölkəyə çevrilə bilər. Necə çevrilə bilər? Baxın, bugün Ermənistana kifayət qədər artıq səhmlər qoyulur, orada böyük bir data xidmətləri və ildırım sürətində bu dövlət inkişaf edə bilər. Nə lazımdır? Pul lazımdır, pul da gəlir. Pul lazımdır, Ermənistanda beyin də var, gəl etiraf eləyək ki, kifayət qədər savadlı xalq, o hər halda Somali deyil və yaxud da hansı bir ərəb dövləti deyil. Savadı da var, potensialları da var, Avropada yaşayan insanları da çoxdur, vətəndaşları da çoxdur, oxuyanları da çoxdur. Bu mənada bizim üçün təhlükə ola bilər ki, Ermənistan inkişaf edə bilər, Ermənistan ciddi surətdə ümumdaxili məhsulunu da qaldırar, adam başına düşən gəliri də qaldırar və regionda kifayət qədər güclənib, texnologiya əldə etdikdən sonra bəli, o bizim üçün hər bir mənada təhdid ola bilər. Bu mənada mən düşünürəm ki, nəhayət biz də nəyin bahasına olursa olsun bütün bu məsələləri düşünməliyik, nəzərə
nəzərə almaq lazımdır ki, Azərbaycan regionda həqiqətən ən güclü ölkədir və həqiqətən də potensial etibarilə güclüdür. Bu günlərdə biz Amerika ilə ciddi bir münasibət qurarıqsa, istər demokratiya baxımından, istər hüquq baxımından və Amerika ilə bir müttəfiqlik, zaten müttəfiqlik sazişinin içinə də daxil olsaq, məsələlər sözdə qalmasa, əmələ də çevrilsə, Amerika üçün Ermənistan bir dalandır. Əlbəttə ki, Azərbaycanla daha böyük siyasət yürüdəcək. Niyə? Çünki Azərbaycan Çinin qarşısını ala biləcək və Orta Asiyaya açıla biləcək yeganə yoldur. Məhz bu yol, məhz bu infrastruktur və Transxəzər vəziyyəti və Xəzər dənizi ilə sərhəd olması da Amerika üçün daha cəlbedicidir. Əlbəttə, Amerika üçün daha çox əhəmiyyət kəsb edir. Əgər ki, biz siyasətimizdə bunu nəzərə alarıqsa. Təşəkkür ederim.